Bu aralar tapdığımız sızmalarda, yəni istipol borularında ən çox sızma qırmızı borularda olur. İstipol xətti partlayıb. Adətən belə hallar usta səhvinə görə olur. Çox vaxtı radiatoru və isidilən döşəmə sistemini bir kollektora bağlayırlar və ya ən yaxşı halda isidilən döşəmə sisteminə RTL klapanları qoyurlar. Bu isə isidilən döşəmə sisteminin borusunu yüksək temperaturlarda işləməsinə gəlib çıxardır və borunun istismar müddəti kəskin olaraq azalır. İsidilən döşəmə sisteminin təmiri heç də asan başa gəlmir. Bu hallarla qarşılaşmamaq üçün isidilən döşəməyə mütləq qarışdırıcı qurğular qoyulmalıdır. Qarışdırıcı qurğular sayəsində isidilən döşəmə sisteminə göndərilən suyun temperaturunu istəyinizə görə tənzimləyə bilərsiniz. Bu cür tənzimləmə sizə 3 üstünlük verir. Boruların istismar müddətinin uzadılması, komfortlu temperatur və qaz qənaəti. Termoklimat mağazasında Afrisonun funksionalına və quraşdırılma yerinə görə fərqlənən fərqli qarışdırıcı qurğular var.